Salam əziz izləyicilərim. Xoş gördük sizi Xatirə Mətbəxtiyar. Mən bugün yayın çox gözəl, sərin, qəşəng soyuducuya qoysam, soyuducudan uşaqlar çox sevir. Tirliçə hazırlayıram. Türk şirniyyatıdır, Türk mətbəxindən. Mən bunu bütün yay demək olar ki, tez-tez hazırlayıram. Çünki uşaqlar çox sevir. Sərin, qəşəng biskvit. Soyuducudan götürüb yemək ləzzət verir. Dondurma kimi dadlı olur. Adi qaydada qəşəng biskviti hazırlayıram. O qalır sizin hansı qabda pişirməyinizə, ondan ailənizə dair neçə yumurtanın biskvitini pişirəcəksiniz, hazırlayacaqsınız, onu da elə eləyəcəksiniz. Yəni hökməndir elə mən elədiyim resept qədər eləyərsiniz, hər öz qabına görə, ondan ailəsinə görə hazırlayır belə şeyləri. Adi biskvit pişirin. Məsələn 5 yumurta, 1 stəkan şəkər tozu, 1 stəkan yarım yağ un, vanil, qabartma. Buna əlavə heç nə əlavə olunmur. Qəşəng adi biskviti bişirirsən. Sonra buna mən 1 litr su əlavə eləyirəm. Süt, bağışlayın, süt. Bu sütlü biskvitdir. 1 litr sütü əlavə eləyirsən, əməlli başa görürsünüz necə sütü çəkir canına biskvit. O biskviti də kəsib götürəndə elə altında görsən ki, biraz sütü var. O süt onu dadlı eləyir. İslaq kek. O türklərdə olur, islaq kek var. Elə isladırsan tamam sütlə onu. Çəkir canına. Sonra krem şanti. Yenə soyuq sütlə krem şanti, bir paska krem şantini qəşəng hazırlayıram. Çəkirəm biskvitin üzərinə. Sonra karamel pişirirəm özüm. Hazır karamel də var. Kim istəmir pişirməyə, alsın, istifadə eləsin. Mən özüm pişirirəm karameli də qəşəng. Karameli də hamınız bilirsiniz ki, necə hazırlanır. Əlavə eləyirsən qəşəng qalın qazana. Nazik qazanda olmaz, yanar. Şəkər tozu yanar. Şəkər tozu belə əriyir. Əriyəndən sonra kərə yağı əlavə eləyirəm ona. Belə topalansa da narahat olmayın. O yavaş-yavaş vamxodda onu elədi hazırladıqca. O sütünü də əlavə eləyirəm. Tamam açılır, qəşəng karamel olur. Həm rəngi, həm də özü gözəl karamel alınır. Belə topalananda da narahat olmayan. Adam elə bilir topalandı, xarab oldu. Xeyr, onu qəşəng qarışdırın elə vamxodda. Ta ki karamel hazır olana qədər da onun içində heç nəyə qalmır. Hazır olana qədər bişirirsən. Onun rəngindən də bilinir ki, ondan bir də görürsünüz necə köpüklənir. Bilinir ki, karamel hazır olur. Karameli qəşəng soydursan, tamam soyuyur. Soyandan sonra biskvitin üzərinə, yəni krem şantinin üzərindən soysun tamam. Belə biraz isti olsa o şantini əridəcək. Tamam soyandan sonra qəşəng gördünüz nə gözəl karamel oldu. Biraz da karamelə duz əlavə eləyirsən, çünki karamelə duz vuranda dadlı olur. Əlavə eləyirəm biskvitin üzərinə qəşəng. Sonra da tirliçənin bəzəyi də budur. Krem şantidən götürmüşdüm, belə xəttlər çəkirsən. Belə hazırlayırsan, qəşəng qoyursan soyuducuya. Qəşəng səpsərin buz təki olur. Elə bilirsən dondurma yeyirsən. Çox ləzzətlidir, uşaqlar sevir. Siz də bişirin. Qəşəng evdə uşaqları, nəvələri sevindirin. Rahatlığım da pambıq kimi qəşəng islanıb sütün içərisində. Yayın ən gözəl şirniyyatıdır. Kəsib sizə göstərirəm.
Görürsüz necə belə sütü 1 litr sütü çəkib canına, ancaq nəmlidir. Bilirsən ki, sütlüdür. Biraz bax qabda da bilinir ki, tamam çəkib, biraz qabda süt qalıb. Sağ olun, sağlıqla qalın.